Salam, hər vaxtınız xeyir olsun. Mən Riyaziyyat müəllimi Cavid Rüstəmzadə. Bu videomuzda natural ədədlər bölməsindən qalıqlı bölmə hissəsinin, natural ədədlərin bölünmə əlamətləri hissəsinin izahını verəcəm. Odur ki, vaxt itirmədən keçək testimizin izahına. Bir nömrəli sualda deyir ki, x-in yerinə hansı rəqəm yazdıqda bu ədəd 9-a tam bölünər. 9-a bölünməsi üçün bu ədədin rəqəmləri cəmini toplasaq 9-a bölünməlidir. Ona görə gəlin rəqəmlərin cəmini toplayaq. 5 ilə 3-ün cəmi 8. 8 ilə 6-nın cəmi 14. Üstünə də bir də 3 gələcək. Əlavə olaraq burada nələr verilib? X-lər verilib. Yəni 2 dənə də x. Bunları toplasaq edəcək 27, 25. Üzərinə gələk 2x. İndi biz x-in yerinə elə bir qiymət qoymalıyıq ki, bu cəm 9-a bölünsün. Məsələn, x-in yerinə 1 yazsaq. Bir dəfə 2 üzərinə 25 gəlsək 27. 27 9-a bölünürmü? Bölünür. O zaman cavab x-ə 1 qiymət verəcək. B variantı. 2 nömrəli sualda deyir. A ədədini 10-a böldükdə natamam qismətdə C qalıqda 8 alınır. Bu A ədədini 5-ə bölünməkdən alınan qisməti tapın. İlk öncə bu verilənləri gəlin yazaq. A ədədini bölən zaman 10-a, qismətdə C, qalıqda da 8 yazdıq. Biz buradan A-nı tapanda nə edirdik? Bunları bir-birinə vururduq. 10C, üzərinə də 8 gəlirdik. Həmin bu A ədədini indi 5-ə bölməkdə alınan qisməti soruşur. Baxın ha, qalığı soruşmur, qisməti soruşur. O zaman nə edəcəm? Bu A-nı 5-ə bölmək istəmir. A-mız budur. Gəlin bunu 5-ə bölək. 5-ə böldüyümüz zaman istəyirsən bu şəkildə də bölə bilərsən, istəyirsən çubuqlu bölməklə də bölə bilərəm. 5-ə böldüyüm zaman 10C-ni 5-ə böləndə nə qədər edər? 2C. 2C-ni 5-ə vuracam 10C. Burada nə qaldı? 0. 0 bölünmədiyi üçün 8 aşağı düşər. 8-i 5-ə böləndə 8 5-ə neçə dəfə düşür? Bir dəfə düşür. Niyə toplama yazdım müəllim? Burada toplama, buradakı işarə nədirsə yadda saxlayın. Burada o işarə yazılır. 1. Bir dəfə 5-in 5, qalıq qaldı 3. Bizdən qisməti soruşur. Qismətimiz 2C üstə gələk 1 oldu. 3 nömrəli suala baxaq. Bu sualın sənə 2 dənə yolunu göstərəcəm. Biri uzun, biri qısa yolu. Birinci qısa yolunu göstərirəm ki, sən də bundan istifadə edə bilərsən. Ədədi 8-ə böldükdə bax deyir, A ədədini 8-ə böldükdə qisməti bizə verməyib, amma qalığı nə verib? Qalığı 7 verib. Deyir bu 2A plus 1 ədədini 8-ə bölsək, 2A plus 1 ədədini 8-ə bölsək, qalıq nə qalar? Gəl istəyirsən belə yazaq bunu. 8-ə böləndə qalığı bizdən soruşur. İndi sənə belə bir sual verim. Nəyi 8-ə bölsək 7 qalıq qalar? 7-nin elə özünü. Niyə? 7-ni kiçik ədədi böyük ədədə böləndə qalıq kiçik ədədin özü eləyir. O zaman şagird A-nın yerinə 7 yazar. Və yaxud da 15 də yaza bilərsən. 15-i 8-ə bölsəm qalıq nə qalar? 7 qalar. Bu 15-i bəs necə tez tapın müəllim? Bunları sadəcə toplayasın. Cavab elədi 15. 15 tapdım, yaz yerinə A-nın. 2 dəfə 15, 30, 30 üstə 1, 31. 31-i 8-ə böləndə qalıq nə qədər düşər? Düşəcək 3 dəfə 8-in 24, qalığımız qalacaq 7. Yəni E variantı. İkinci üsul nədir bəs? Dediyim o üsul. İkinci üsul mən əslində belə yazıram. 2A plus 1 ədədini nəyə böləcəm? 8-ə bölmək istəyir. Hər birini tək-tək 8-ə bölürəm. Bunu da 8-ə bölürəm, buranı da 8-ə bölürəm, buranı da 8-ə bölürəm. A-nı 8-ə böləndə qalıq özü verib sağ olsun 7. 2-ni 8-ə böləndə qalıq 2-nin özü qalar. 1-i 8-ə böləndə qalıq 1 qalar. Toplama olduğu üçün toplayaq. 2 dəfə 7-im 14, 14 üstə 1 gələndə 15 elədi. 15 böyük olduğu üçün 8-dən 8-ə bir də bölürəm, qalığımız 7 qalacaq. 4 nömrəli suala baxaq. Natural ədədi 21-ə böldükdə qalıqda 16 alınır. Bu ədədi 7-yə böldükdə alınan qalığı tapın deyir. Bir dənə natural ədəd götürək. Məsələn A. Bunu böldükdə 21-ə qalıqda 16 alınıb. Həmən bu ədədi A-nı deyir 7-yə böləndə qalığı tap. 2 dənə yol demişdim mən sənə. Birinci yol nədir? Qısa yolu. Demək ədədimin elə özü 16 imiş ki, 16-nı 21-ə böləndə 16 qalıb. İndi 16-nı 7-yə böləndə qalıq nə qalar? Qismətimiz 2 dəfə düşər, qalığımız da 2 olacaq A variantı. Bəs ikinci üsul, uzun dediyim, mənim ən sevdiyim yol budur. Buradan şagird A-nı tapar. Müəllim, axı burada qismət yoxdur. Qisməti boş ver. Özündən bir qiymət qoy. Məsələn, B. 21-i B-yə vuracam. 21B üstə gələk 16. İndi mənə də deyir ki, bu ədədi, indi bu aldığımız bu ədədi
7-yə böləndə qalığı tap. Hər birini bunun 7-yə böləcəm. Yəni bunu da 7-yə bölürəm, bunu da 7-yə bölürəm, buranı da 7-yə bölürəm. 21-i 7-yə böləndə 3 edər. Qalığımız 0 qalar. B-ni 7-yə böləndə qalıq verməyib, amma 0-ı nəyə vursam onsuz da 0 etdiyindən bu tərəf getdi. 16-nı 7-yə böləndə cavab eləyəcək 2 dəfə, qalığımız isə 2. Cavabımız A variantı. 5 nömrəli suala bax. Natural ədədi 12-yə böləndə qalıqda 10 alınıb. Demək bu natural ədəd kimi imiş, elə onun özüymüş. Onu 12-yə böləndə qalıq 10 qalar. Demək ki, ədədimiz 10-dursa, indi bu 10-u 6-ya böləndə qalığı bizdən soruşur. 10-u 6-ya böləndə qismət 1, qalığımız 4, yəni A variantı. 6 rəqəmli bu ədədi, 6 nömrəli suala baxaq. 6-ya bölünməsindən alınan mümkün qiymətlərin cəmini tapın. 6-ya bölünməsi üçün A-nın mümkün qiymətlərinin cəmini bizdən soruşur. Nə edəcəyik? Verilən ədədi gəlin yazaq. 6-ya bölünmə əlaməti nədir? 6-ya bölünməsi üçün bir ədədin mütləq 2-yə və 3-ə bölünməlidir. Ədəd 6-ya bölünməsi üçün 2-yə də bölünməlidir, 3-ə də bölünməlidir. 2-yə bölünməsi üçün ədədin son rəqəmi cüt olmalıdır. Yəni ya 0 olmalıdır, ya 2, ya 4, ya 6, ya 8. A mütləq bunlardan biridir. İndicə yerinə 0 qoysaq. 0 qoysaq, tamam, 2-yə bölünməni yarı qismində həll eləmişik də, tutaq ki. 2-yə bölünməni nəzərə aldıq. İndi gəlin 3-ə bölünməni də nəzərə alaq. 3-ə bölünməsi üçün toplam rəqəmlər cəmi 3-ə bölünməlidir. 7 ilə 3-ün cəmi 10 edər. 10 üzərinə 2 gələndə 12 edər. 12-nin üstünə 1 gələndə 13 edər. 13-ün üstünə də 6 gələndə 19 edər. Rəqəmlər cəmi 19 elədi. Bax, bura qədər rəqəmlər cəmi 19 elədi. 19-un üstünə 0 gəlsəm 19. 19 3-ə bölünür, bölünmür. O zaman 0 ödəmədi. 19-un üstə 2 gəlsəm 21. 21 3-ə bölünür, bölünür. O zaman bunu götürəcəm. 19-un üstə 4 gəlsəm 23 ödənmədi. O zaman götürməyəcəm. Niyə? Çünki 3-ə bölünmür. 19-un üstə 6 gələndə 25, 25 3-ə bölünmür deyə bunu da götürməyəcəm. 19-un üstə 8 gələndə 27, 27 bölünürmü, bölünür, bunu götürəcəm. Demək bizim bu A-mız ya 2 olacaq, ya da 8 olacaq. Həm 2-yə bölünməni əhatə eləməlidir, həm 3-ə bölünməli. Cavab bunların cəmini soruşurdu, 10, yəni C variantı. 7 nömrəli suala baxaq. N-in hansı qiymətlərində 5 rəqəmli 7, 1, 2, N4 verilibdir. 71.200 hər neçəsə. Bu ədəd 3-ə tam bölünməlidir. 3-ə bölünməsi üçün rəqəmlər cəmi 3-ə bölünməlidir. 7 ilə 1-in cəmi 8. 2 də əlavə eləsək, bax, 7 üstə gəl, 1 üstə gəl, 2 üstə gəl, N üstə gələk 4. Bunları toplayacam. 7 üstə gəl, 1 üstə gəl, 2 bu 10 elədi. 10 üstünə 4 gəlsək 14, üstə gələk N. Yəni 14 üstə gəl N oldu. İndi biz 14 üstə gələk N-də N-in yerinə elə bir qiymət yazmalıyıq ki, 3-ə bölünsün. N-ə verərəm 1. Niyə? N-ə 1 versəm 15 olacaq. 15 3-ə tam bölünür. N-ə verərəm 4. Niyə? 18 3-ə tam bölünür. N-ə 1 də verərəm, 4 də verərəm. N-ə sonraki qiymət necə olacaq? Sonra 7 qiyməti verərəm ki, 21 olsun. 21 də 3-ə tam bölünər. 1, 4, 7 cavabımız C variantı. 8 nömrəli suala bax. Deyir ki, bu ədədin 7-yə bölünməsindən alınan qalığı tapın bizə deyir. Bu ədəd 7-yə bölməkdən ötürü alınan qalığı tapmaq üçün hər birini 7-yə ayrı-ayrılıqda bölürəm. Burada 14 7-yə tam bölünür. 7-lər 7-yə tam bölündüyü üçün qalığımız sadəcə 6 qalır. Vurulsun. Burada 14 7-yə tam bölünür. 7-lər 7-yə tam bölündüyü üçün qalığımız 3 qalınır. 3 dəfə 6-ım 18. Ədədimiz daha böyük olduğu üçün 7-dən bunu 7-yə bir daha bölürəm. 18-i 7-yə böləndə 2 dəfə 7-im 14, qalığımız isə 4 qalacaq. Cavabımız B variantı. 9 nömrəli sualda da eyni qayda ilə 8-ə hər birini ayrı-ayrılıqda bölərəm. 32 8-ə bölünür, bu 8-lər də bölündüyü üçün qalığımız 5 qalacaq. Vurulsun. 32 tam bölünür, digərləri də tam bölündüyü üçün qalığımız 2 qalacaq. 5 dəfə 2-im 10 edəcək. Bunu yazdım. İndi 8-dən böyük olduğu üçün bu 10. 10-u 8-ə bir də bölərəm. Qalığımız 2 qalacaq. Yəni D variantı. 10 nömrəli sualda biraz seçmə metodundan istifadə edəcəyik ki, vaxtımıza qənaət olunsun. X-in qiymətini mən artıq bilirəm. Hardan bilsəm müəllim? X-in qiyməti 2 ola bilərmi? Gəl düşünək. X-in qiymətini 2 versəm.
2 dəfə 4-ü neçə eləyəcək? 8. Amma burada nə verilib? 7. Mənim ilk rəqəmimi bir-birinə vurduğum zaman 7-ni aşacaq. Bu nətər ola bilər? 2 vermək olmaz. 2 verə bilmirəmsə 3 heç verə bilmərəm, 4 heç verə bilmərəm, 5 heç verə bilmərəm. Çünki 2 verdiyim zaman 2 dəfə 4-üm 8, 8 bu 7-ni aşır. Ona görə bu x-in yerinə yalnız 1 qiymətini vermək olar. X-in qiymətinin 100% 1 olduğunu bilirəm. Gəldik z-ə baxaq, son rəqəmlərə. Hansı ədədləri eyni ədədi bir-birinə vuranda 4 ilə bitər? Bu ədədlər ya 2, 2-dir, 2 dəfə 2-im 4 edər. Ya da ki 8 və 8-dir ki, 8 dəfə 8-im 64-dən o 4-ü bizə verər. İndi biz necə tapacaq? Z-ə bir dəfə 2 qiymətini verirəm. Yoxlamaq üçün. Z-ə 2 versək, olacaq 12 vurulsun 4, y2 bərabərdir 7344-ə. Biz buradan 4, y2-ni tapası olsaq, 7344-ü 12-yə bölməliyik. 12-yə böldüyümüz zaman 6 dəfə 72, 14 bir dəfə 12, 24 2 dəfə, elədi 612. Bizim cavabımız 612. Ancaq bizim cavabımız sol tərəfdə nədir? 4y2 ilə başlayır. Amma biz 612 tapdıq. Demək yanlışlığa yol verdik. Demək z2 ola bilmirmiş. O zaman z-in yerinə nə qiymət yazacağam? 8 qiyməti. Olacaq 18 vurulsun 4y8 bərabərdir 7344-ə. Biz buradan 4y8-i tapası olsaq, 7344-ü 18-ə bölərik. Buradan 73 18-ə 4 dəfə 72. 14 bölünmədiyi üçün bura 1, 4 əlavə edirəm və buradan bir dənə 0 gəlir. 144-ü 18-ə böləndə 8 dəfə düşəcək. 144 cavabımız 0 elədi. Bəli, demək ki, ödədi. Niyə? 4y8 buradadır. Qismətimiz də 408 oldu. 4 isə 4-dür, 8 isə 8-dir. Demək y-in yerində nə dayanıb? 0 dayanıb. Y-in cavabı 0 oldu. X-in cavabı 1 oldu. Z-in cavabı 8 oldu. Y-in cavabı 0 oldu. Bunları toplasaq E variantı. 11 nömrəli sualda deyir ki, verilmiş bu 5 rəqəmli ədədi 5-ə böldükdə qalıqda 4 alınır. Həmən ədədi 18-ə tam bölündüyünü bilərək x-y hasilini tapın. Bir ədəd 5-ə bölünəndə qalıqda 4 alınırsa, onun ya son rəqəmi 4-dür, ya da son rəqəmi 9-dur. Onu hardan bilirəm? Bax, bunu hardan biləcək? İlk öncə ona baxaq. 5-ə bölünməsi üçün ədədin sonu ya 0 ya da 5 ilə bitməlidir. Amma bu bizə 0 ilə 5 olsa tam bölünəcək. Amma mənə tam bölünmək istəmir. Qalığın 4 qalmağını istəyir. O zaman üstünə 4 gələcəm qalığın olması üçün. Ya 4 ya da 9 ilə bitməlidir. Ya bura 4-dür ya da 9-dur. Yaxşı. O zaman gəl belə eləyək. Bir dəfə 4 yazaq. Bir dəfə 7, x, 2, 3, 9 yazaq. Görək hansı bizim işimizə sərf edir. 5-ə bölünmə hissəsini əlavə izah elədik. 18-ə bölündüyünü bilərək. 18-ə bölünməsi üçün ədədimiz ya 2-ə bölünməlidir, ya da 9-a bölünməlidir. 2-ə bölünməsi üçün mütləq şəkildə sonu cüt olmalıdır deyə 4-ü götürəcəyik. Bunu götürə bilmirik. O zaman bununla davam edəcəyik. 2-ə bölünməsi üçün mütləq sonu cüt olmalıydı. Bunu həll etdik. 9-a bölünməsi üçün rəqəmlər cəmi 9-a bölünməlidir. Yəni 7 üstə gələk, x üstə gələk, 2 üstə gələk, 3 üstə gələk, 4, 9-a tam bölünməlidir. 7 ilə 2-nin cəmi 9 edər. 3 də əlavə eləsək 12, 4 də əlavə eləsək 16. 16 üstə gəl x oldu. X-ə hansı qiyməti versək bu ədəd 9-a bölünər? X-ə 2 qiymətini versək 18, 18 9-a tam bölünər. Demək x-in qiyməti 2 imiş, y-in qiyməti tapdığımız kimi 4 imiş. Bunların hasilini soruşurdular. 8, yəni B variantı. Bizə belə bir sual verib deyir, bu ədədi 5-ə böldükdə qalıqda 3 alınır. 5-ə bölünməsi üçün sonu ya 0 olmalıdır, ya da 5 olmalıdır. Amma qalıq 3 dediyi üçün hər tərəfə nə əlavə edirəm? 3 əlavə edirəm. Ya sonu 3 ilə bitməlidir, ya sonu 8 ilə bitməlidir. 45, 2, 8, 5. Bunu qeyd elədim. Daha doğrusu 8 ilə bitməlidir. İndi bizə deyir ki, həmən bu ədədi 18-ə bölündüyünü bilərək. 18-ə bölünməsi üçün ya ədəd 2-yə bölünməlidir, eyni anda da 9-a bölünməlidir. 2-yə bölünməsi üçün sonu cüt olduğundan, burada sonu tək olduğu üçün bunu saymayacağım. Bunun sonu cütdür. 2-yə bölünməni həll etdik.
İndi qaldı 9-a bölünməsi üçün. Rəqəmləri cəmi 9-a bölünməlidir. Yəni 4 üstə gələk, 5 üstə gələk, x üstə gələk, 8 üstə gələk 8. 4 ilə 5-in cəmi 9, 8-lərin cəmi 16 üstə gələk x. Yəni 25 üstə gələk x. X-ə elə bir qiymət verməliyəm, 9-a bölünsün. X-ə 2 qiyməti versək olarmı? 2 ilə 25-in cəmi 27, bəli olar. Demək x-ə 2 qiyməti verdik. Son rəqəmi də 8 götürdük, y-imiz də 8 oldu. Bunların bizdən hasilini soruşurdu, cavabımız 16, yəni E variantı. 13 nömrəli sualda nə deyir? 3-ə qalıqsız bölünən natural ədədləri 12-yə böldükdə alına bilən müxtəlif qalıqların cəmini tapın deyir. İndi bax, burada bir şeyə diqqət elə. 3-ə qalıqsız bölünən ədədləri 12-yə böləndə 3-ə qalıqsız bölünən ədədlər hansılardır? 3-ə qalıqsız bölünən ədədlər ümumiyyətcə bax, bu 3-ə qalıqsız bölünən ədədlər ki var ha. Bunlara bir x denər. Bu x deyilən şey 12-yə bölünsə onsuz da bu ədədi 12-yə böləndə alınan qalıqlar 13 ola bilər. Yox, əlbəttə ki. 12-dən balaca olacaq da, düzdürmü? Ya 11 olar, ya 10 olar, ya 9 olar, ya 8 olar. Ona görə də 3-ə qalıqsız bölünən ədədlər içərisində məsələn 3 var, 6 var, 10 deməli 2 var, 9 da var, 12 də var, 15 də var, 18 də var da, düzdürmü? 3-ə qalıqsız bölünən ədədlər bunlardır. Ardını yazmağa ehtiyac yoxdur. Bu ədədləri mən 12-yə bölsəm 3-ü 12-yə böləndə qalıq 3, 6-nı 12-yə böləndə qalıq 6, 9-u 12-yə böləndə qalıq 9, 12-ni 12-yə böləndə qalıq qalmadı, 15-i 12-yə böləndə qalıq 3, 18-i 12-yə böləndə qalıq 6. Fikir versən yenə eyni şeylər gedir. Bax 3 6 3 6 3 6 gedir. Növbəti qalığımız 9 olacaq. Demək ki, cavab qalıqlarımız həmişə hansılar olacaq? 3 olacaq, 6 olacaq, 9 olacaq. Bunların cəmini soruşurdu. 3 ilə 6-nın cəmi 9, 9 ilə 9-un cəmi 18 edəcək. Bax 7-yə qalıqsız bölünən ədədlər 7-dir, 14-dür, 21-dir, 28-dir, sonra 35-dir. Bu ədədləri deyir 28-ə bölsək qalıq nə qalar? Gəl 28-ə bölək. 7-ni 28-ə böləndə qalıq 7, burada qalıq 14. Kiçik ədədi böyük ədədə böləndə qalıq elə kiçik ədədlərin özüdür. 21-i 28-ə böləndə 21. Burada qalıq qalmadı, yenə qaldı burada 7. Yenə eyni şey təkrarlanır. Qalığımız 7, 14, 21 olacaq. Bunların cəmini soruşurdu bizdən. 42 cavabımız D variantı. 15 nömrəli suala baxaq. AB ədədinin BA ədədinə bölünməsindən alınan natamam qismət vahidə, qalıq isə 36-ya bərabər olarsa, A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. AB ədədini bölən zaman BA ədədinə natamam qismətdə 1, qalıq isə 36-dır. Şagird bilməlidir ki, burada bölən, yəni BA 36-dan böyük olmalıdır. Mütləq. Buradan biz AB-ni tapası olsaq, AB 1-ə deyəcək, olacaq AB üstə gələk 36. Biz bunu atsaq, 10-a üstə gələk B bərabərdir. Daha doğrusu BA-dır bu. 10-a üstə gələk B bərabərdir 10B üstə gələk A üstə gələk 36. Bunu yazdım. A-nı sol tərəfə göndərsəm 10-a çıxılsın A üstə gələk. B-ni sol tərəfə göndərsəm bu 10B-ni çıxaq 10B bərabərdir 36-ya. 9-a çıxaq 9B 36 edər. 9-u mötərizə kənarına çıxartsam, hər tərəfi 9-a bölsəm, A çıxaq B-nin cavabı 4 edər. Hansı ədədlər bir-birindən çıxanda 4 qalar? Ya 5-1, ya 6-2, ya 8-4, ya da 9-5 ola bilər. Düzdürmü? Amma biz elə rəqəmlər seçməliyik ki, BA ədədimiz 36-dan böyük olsun. Bax, BA ədədimiz 36-dan böyük. Yəni mən A-ya 5, B-yə 1 versəm, məsələn, A-ya 5, B-yə 1. 15 36-dan böyük deyil, o zaman olmaz. B-yə 2 versəm, A-ya 6 versəm, 26 da 36-dan böyük deyil, olmaz. B-yə 4 versəm, A-ya 8 versəm, 48 36-dan böyükdür, o zaman ya budur, ya da budur. Bizə deyir, A-nın ala biləcəyi qiymətlər, A-nın alacağı qiymətlər 8 ilə 9-dur. Onların da cəmi soruşulurdu, 17 olacaq. Cavabımız, deməli, neçənci sual idi bu? Burada bir şey yazma unutmuşuq. Nədən nəyə çıxanda 4 qalar? 4 ilə 0 da ola bilər də, düzdürmü? Bu zaman A-ya deməli 4, B-yə 0, amma bu ödəmə. Nəysə burada yazmayı unutmuşuq. 7 3, hə, 7 3 bax. 7 3. 7-dən 3 çıxanda 4 qalar, bəli. A-ya mən 7 versəm, B-yə də 3 versəm, 37 36-dan böyükdür. Demək ki, 7 də ödəyir.
17-nin üstə bir dənə də 7 gələndə eləyəcək 24. Cavabımız A variantı. Deyir ki, verilmiş bu ədəd 12-yə bölünərsə, 12-yə bölünmə qaydası nətərdir? 12-yə bölünməsi üçün ədəd həm 3-ə bölünməlidir, həm 4-ə bölünməlidir. Bizə də deyir ki, 12-yə bölünsün. 4-ə bölünmə əlaməti nədir? Niyə 4-ə qaçıram? Niyə 3-ə qaçmıram? 3-ə bölünməsi üçün rəqəmlər cəmi 3-ə bölünməlidir. Burada A-nı bilmirəm, B-ni bilmirəm, C-ni bilmirəm. Amma 4-ə bölünməsi üçün nətər olmalıdır? Son 2 rəqəmi 4-ə bölünsə kifayətdir. Son 2 rəqəminə baxıram. 6 var orada. O zaman A, 2B, 6C. Burada mən C-yə 0 versəm, 64-ə bölünərmi? Bəli, bölünür. Demək C-yə 0 vermək ödədir. Növbəti ədəd nə olar səncə? Yadda saxla. Növbəti ədəd 4 artmalıdır. 4 versəm ödəyər, bax, 64 4-ə bölünür. Sonra 4-ün üstə 4 gəlsəm 8. 8 də versiya olar. Bəli, 68 də 4-ə bölünür. Sonra başqa heç nə. C-yə ya verərəm 0, ya 4, ya da 8. Bizə də deyir ki, ABC-nin ala biləcəyi ən kiçik qiyməti də. Bu cəmin ən az olması üçün C-ni ən az götürəcəm. Ona görə ən az 0 götürürəm. C-ni 0 götürdüm. İndi 4-ə bölünməni həll eləmişik. Deyir ki, 3-ə bölünsün indi də. Rəqəmlər cəmi 3-ə bölünməlidir. Yəni A üstə gələk, 2 üstə gələk, B üstə gələk 6. Yəni 2 ilə 6-nın cəmi 8, üstə gələk A, üstə gələk B. Bu cəm 3-ə bölünməlidir. 3-ə bölünməsi üçün bu A ilə B-nin cəminə 1 desəm, 8 ilə 1-in cəmi 9-a bölünər. Demək ki, A ilə B-nin cəmi elə 1-dir ən az. A ilə B-nin cəminə 1 yazıram. Burada. Üstünə C-ni də 0 tapmışdıq. Cavabımız 1 olacaq. Fərqli olan 2 rəqəm nədədir? Bax, rəqəmlər fərqlidir deyir ha. Rəqəmləri fərqli olan 2 rəqəmli ədədi. Bir dənə 2 rəqəmli ədəd götürək. AB ədədi. Bu ədədi 5-ə böldükdə qisməti bizə verməyibdi. X deyək. Amma qalıq ən böyük olarsa, qalıq ən böyük 4 olar. Bir ədədi 5-ə böləndə. Buradan AB-ni tapası olsaq, 5x üstə gələk 4 olacaq. Bizim ədədimiz bax budur. Bizimdir bu ədədimiz. Bu şərt ödəyən neçə 2 rəqəmli ədəd var? Bax, bunların sayını soruşur. Neçə belə ədəd var? Bu ədəd 2 rəqəmli ədəddirsə, demək 5x üstə gələk 4 100-dən kiçik olmalıdır. Böyük olmalıdır da 9-dan. Ki 2 rəqəmli ədəd alınsın, 10 alınsın, 11 alınsın bu şəkildə. Hər tərəfdən 4 çıxdığımız zaman olacaq 5, kiçikdir 5x 4 çıxacam. Bu da oldu 96. Hər tərəfi 5-ə böləcəm. 96-nı 5-ə bölündə 19 tamında neçə edir? Təqribi. Burada hansı qiymətləri var? X-imiz 2-də başlayacaq, çünki 1 ödəməz. 19 tamında neçədən kiçik? 19-da da bitəcək. Belə baxanda burada, əgər burada nə qədər ədəd var, bunun yolunu öyrənmək istəyirsinizsə, sondakı ədəddən əvvəlki ədədi çıxıb üstünə 1 gəlir. Bu da eləyəcək 18 dənə ədədimiz var. Amma cavab 18 olmaz. Niyə? Bizə deyir ki, 2 rəqəmli ədəd olsun və rəqəmləri fərqli olsun. 2 ilə 19 arasında mən elə qiymətlər tapa bilərəm ki, məsələn, tutaq ki, qalıqda 4 al 5-ə böldükdə qalıqda 4 alınan ədədlər var. Məsələn, 95. 95 5-ə tam bölünür, çünki sonu 5 ilə bitib. Amma mən bunun üstünə 4 gəlsəm 99 olacaq. 99 ədədini həqiqətən də 5-ə böləndə biz qalığı 4 alırıq. Amma bunun rəqəmləri fərqli deyil. Ona görə bunu götürməyəcəm. 99-u təəssüf ki, götürə bilmirəm. Demək, 99 ədədini sildik. Bir ədədimiz azaldı. 18 dənə ədəd olmalıydı. Biri azaldı, 17 qaldı. Daha sonra hansı ədəddir? O 40 ədədidir ki, 40 tam bölünür, amma üstünə 4 gələcək, 44 qalıq 4 qalır, 5-ə böləndə qalıq 4 qalır, amma rəqəmləri fərqli olmadığına görə 44-ü də sildik. Bir dənəsini də əksildik, cavabımız oldu 16 dənə. 18 nömrəli sualı deyir ki, ədəd 30-a tam bölünərsə, 30-a bölünmə əlaməti nədir? Ədəd 30-a bölünməsi üçün ya 3-ə bölünməlidir, ya deyirəm, həm 3-ə, həm 10-a bölünməlidir. 10-a bölünməsi üçün sonu 0-la bitməlidir. Ona görə mən bunun sonuna 0 yazdım. İndi qaldı 3-ə bölünmə əlaməti. Bunların cəmi 3-ə bölünməlidir. 4 dənə A üstə gələk 8-i 3-ə bölünməsi üçün A-ya qiymətlər verməliyik. A-ya 1 qiymətini versəm, bir dəfə dövdüm 4, üstünə 8 yazsam 12. 12 3-ə bölünür, əladır. Növbəti ədədləri tapmaq üçün tək-tək fikirləşməyə ehtiyac yoxdur. Necə tapın müəllim? Biz 3-ə bölmək istəyiriksə, 3-ün vurğularının üstünə gəl. 3 gəl üstünə. 1-in üstü 3 gələcəm, növbəti ədədim 4-dür, yoxlaya bilərsən. Növbəti ədədim 7-dir, yoxlaya bilərsən. Bunların cəmini soruşurdu, cavabımız
12 oldu. Gəl baxaq 19 nömrəli suala. Bu da eyni qayda ilədir. Sonu 0 olmalıdır. Burada nə qədər A-mız var? Yenə 4 dənə. 4 dənə A üstəgələk 6. 3-ə bölünməsi üçün A-ya 1 qiymətini versəm, bir dəfə 4-üm 4, üstünə 6 gəlsəm 10. 13-ə bölünmədi. A-ya 2 versəm, 2 dəfə 4-üm 8, 6 gəlsəm 14, bu da bölünmədi. A-ya 3 versəm, 12-nin üstünə 6, 18 bölündü. 3 ödədirsə, növbəti ədədlərimdə 300 artır. Cavabım bax bunlardır. Bunların cəmini soruşurdum. 18 olacaq. Sadəcə bunlarda praktik olaraq əzbərləsəz daha yaxşıdır. 20 nömrəli suala deyir ki, bu ədədi 9-a böldükdə qalıqda 5 alınır. 9-a böldüyüm zaman qalıqda 5 almaq bizə nə deməkdir? 9-a bölünmə əlaməti rəqəmlər cəmidir. Demək bu ədədin rəqəmlər cəmi A ilə B-nin rəqəmlər cəmi elə 5 olub ki, 5-i də 9-a bölündə qalıq 5 olub. Hə, A ilə B-nin cəmini 5 tapdım. İndi deyir ABC ədədinin 9-a tam bölünərsə, bu ədəd 9-a tam bölünürsə, demək bunun rəqəmlər cəmi də 9-a tam bölünür. Yəni bu 9-a tam bölünür. A ilə B-nin cəminin 5 olduğunu bilirəm. C-yə nə versək 9-a bölünər? C-yə 4 verək ki, 9 eləsin, 9 da 9-a tam bölünsün. C-nin qiymətini soruşurduq, cavabımız 4 olacaq. 21 nömrəli suala bax. Burada da A ilə B-nin cəmi 9-a böləndə qalıqda 3 alındığı üçün demək bunların cəmi 3-dür. A ilə B-nin cəmi 3 edər. İndi ABC 3-ə tam bölünürsə, 9-a tam bölünürsə, üzr istəyirəm. Demək ki, A üstəgələk, B üstəgələk, C bölünür 9-a. A ilə B-nin cəmi 3-dürsə, demək C-yə 6 verək ki, qoy 9 olsun, 9-a tam bölsün. C-nin qiyməti 6 olacaq. 22 nömrəli sualda deyir ki, XY06 ədədini XY-yə böldüyümüz zaman qismətdə A alırıq, qalıqda da B alırıq. A ilə B-ni bir-birinə vurmağı bizdən soruşur. Gəlin belə yazaq biz bunu. Mən sizə belə bir yol göstərmişdim. Əgər bir ifadələr, oxşar ifadələr verilibsə, gəl x, y buradan ayıraq. Ayırma qaydasını demişdim. X, y ayırandan sonra sağda 2 dənə ədəd olduğu üçün 100-ə vuracam. Üstünə gəlirəm. 0-ı burada. Bir dənə nəyimiz var? 0,6-mız. 0-ı nəyə vursam 0 etdiyi üçün yazmıram. Bir dənə 6-nı gəlirəm. Mən bunu ayırdım. Deyir bu ədədi x, y-ə bölsək, gəlin ayrı-ayrılıqda x, y-ə bölək hər birini. X, y-ə bölək. X, y-ə bölək. Böldüm. X, y-lər getdi. Qismətdə nə qaldı? 100. 6 x, y-ə bölünərmi? Bir rəqəmlə də, 2 rəqəmlə də bölünməz. Qismətimiz 100 qaldı. Bu A-mız qismət olduğu üçün bu 100-dür. Qalığımız nə qaldı müəllim? Bir ədədi 2 rəqəmlə də bölsək, kiçik böyüyə böləndə qalıq kiçiyin özüydü. Qalığımız 6-dır. Bax, B-miz də 6-dır. A-mız 100-dür. B-miz 6-dır. Vuranda da eləyəcək 600. Cavabımız 600 olacaq. 23 nömrəli sualda deyir ki, XY04 ədədini XY-ə bölsək, qismətdə A, qalıqda B alınır. Burada da bunu ayırsaq, XY-ə ayırsaq. Sağda 2 dənə ədəd olduğu üçün 2 dənə sıfıra vururam. Üstünə də gələcəm 4-ü. Bunu ayırdıq. İndi biz bu ədədi XY-ə bölməliyik. Hər birini gəlin XY-ə bölək. XY-ə bunu da bölürəm, XY-ə də bunu da bölürəm. Qismətimiz görək nə qalır? XY-lər getdiyi üçün burada 100 qaldı. Qismətimiz 100 qaldı. Bu A-mız 100 elədi. 4 XY-ə bölünmədiyi üçün burada qalıq 4 qaldı. Qalığımız 4 oldu. Bu bizim A-dır, bu bizim B-dir. Bir-birinə vuranda cavabımız 400 edər. 24 nömrəli suala baxaq. 2 natural ədədin cəmi 211-dir. Məsələn, biri x olsun, biri də y olsun. Bunların cəmi 211-dir. Deyir ki, böyük ədədi kiçik ədədə böldükdə böyüyün hansı, kiçiyin hansı olduğunu bilmirəm. Onun üçün yazıram x bölə y. Qismətdə 4, qalıqda 1 alınırmış deyir. X-i buradan tapanda bunlar çarpılıb, üstünə 1 gəlinir. X-in qiymətini tapdım. 4y üstəgələk 1. O zaman x-in yerini aparıb yaza bilərəm. 4y üstəgələk 1, üstəgələk y 211. Buradan 5y üstəgələk 1, 211 edər. Buradan 5y 210 taparam. Y isə deməli nə qədər taparıq? 42 taparıq. Y-in cavabı 42-dir. Y-in cavabı 42-dir. Bu ədədlərdən böyüyü soruşur bizdən. Gəl Y-in yerinə 42 yazaq. 4 dəfə 42 elər 168. Üstünə də 1 gələndə 169 cavabımız olacaq. 25 nömrəli suala baxaq. 9n kubu bərabərdir M087 verilibdir. Yadda saxlayın. Bir 9 ədədini n kubuna vurub bunu almışıqsa, demək bu ədəd 9-a bölünür ki, belə olub.
O zaman bu ədəd 9-a bölünməsi üçün rəqəmlər cəmi 9-a bölünməlidir. 8 ilə 7-nin cəmi 15 edər. 15-in üstündən nə gəlsəm 9-a bölünər? 3. Niyə? 18 olsun ki 9-a bölünsün. Demək m-in cavabı 3-dür. M-in yerinə 3 yazdım. Oldu nə? 9n kubu bərabərdir 3087. Burada n-nin kubunu tapanda 3087-ni 9-a böləcəm. 3087 bölək 9. 30-u 9-a böləndə 3 dəfə 9-um 27, 38, 4 dəfə 36, 27, 3 dəfə 343 elədi. Nəyin kubu 343 eləyər? N də bərabərdir 8. Yoxsa 7-nin. 7 eləməlidir. Bəli, N-in cavabı 7-dir. Bizdən bayaq burada M-ini tapmışdıq 3. M-in cavabını 3 tapmışdıq. Bunların bir-birinə hasili soruşulurdu. Cavabımız 21 olacaq. 26 nömrəli suala baxaq. 7-yə bölündükdə qalıqda 4 alınan ədədlər 3-ə tam bölünərsə, 7-yə bölündükdə qalıqda 4 alınan ədəd, məsələn, A bölək 7 qisməti bilmirik, qalıqda 4. Bu ədədlər 3-ə tam bölünərsə, əslində bu növbəti bölümə aid olan bir qaydadır. Buradan şagird tapanda A bərabər 7x üstəgələk 4 yazır. Həmin bu ədəd 3-ə tam bölünürsə, bərabərdir, yəni qıraqda yaza bilərəm. A bərabər 3y yazıram. Niyə? Çünki bu A ədədi 3-ə bölündüyü zaman qisməti bilmirik. Hətta y yazaq. Qalıq da 0 qalacaq, çünki tam bölünür. Buradan A bərabər 3y olur. A həm budur, həm də budur. Yazıram A bərabərdir 7x üstəgələk 4 bərabər 3y. Bunu yazmamsınızsa üzülməyin, çünki bu növbəti bölünmərə aiddir. İndi burada qayda nətərdir? Şagird nətər yazacaq? O hansı ədəddir ki, 7-yə böləndə 4 qalıq qalıb, 3-ə də tam bölünüb. 3-ün yanında yazılmayan 0 var. Fikir verin. 7 ilə 4 arasında fərq 3 vaiddir. 3 ilə 0 arasındakı fərq 3 vaiddir. Bunun qaydası nətərdir? Şagird 7 ilə 3-ə əkob tapmalıdır. 7-yə də 3-ə də. Bu da nə qədər eləyir? 21. Əkobumuz 21-dir. Daha sonra nə etməli? 21-dən bu aralardakı fərqi 3 vaidi çıxmalısan. Cavab eləyir 18. Demək ki, bizim ədədimiz 18 ədədidir. Amma bizə deyir ki, ən böyük qiymətini tap. Demək ki, ən böyüyü soruşduğu üçün biz bunun üstünə əkob gələcək. Tapdığımız əkobu 21 gələcək. Eləyəcək 39. 39 böyük olmadığı üçün 2 rəqəmli ədədlərin içində ən böyüyünü tapmaq üçün üstünə 21-i bir də gələcəm. Elədi 60, bir də 21 gələcəm 81. Bir də 21 gəlsəm çox eləyəcək. Demək mənim ən böyük ədədim 81-dir. 2 rəqəmli ədədlər içərisində ən kiçik ədədim hansı olmuşdur? 18 idi. Bunları nəyi soruşur bizdən? Cəmini soruşur. Cavabımız 99 olacaq. Bu da belə bir maraqlı sual. 27 nömrəli sualda deyir ki, m ədədini 7-yə böldükdə qalıqda 6 alınır. Demək elə m-in özü nəymiş? 6 yaza bilərəm. M-in özünə 6 yazıram. M-in özünə 6 yazsaq, 6-nın kvadratı, bax. 6-nın kvadratı 36. Üstünə gələk 3 vuraq 6 üstə gələk 7. 36 üstə gələk 18, üstünə gələcəm 7-ni. Bu da eləyəcək nə qədər? 54 üstə gələk 7, 61. 61 deyir 5-ə böləndə, 7-yə böləndə qalıq nə qalar? 7 dəfə 7-im 49, 7 dəfə 8-im 56, qalığımız 5 qalacaq. Cavab 5 olacaq. Digərinə baxaq. 28-də deyir ki, ədədi 5-ə böləndə qalıqda 3 alınıb. Demək elə m-in özü 3-ymüş. Sonra 3-ü yerinə qoyuram. 3-ün kvadratı 9, 6 vuraq 3 üstə gələk 5. 9 üstə gələk 18 üstə gələk 5. Bu da eləyəcək 32. Bu ədədi 5-ə böləndə qalığı soruşur bizdən. 6 dəfə 30, qalığımız 2 qalacaq. Gəlin baxaq 29 nömrəli suallar. Deyir ki, n ədədini böləndə m kubuna qismətdə 2 qalıb. Qalıqda isə 31. Bunu yazdım. Deyir ki, n ola biləcək ən kiçik qiymətin rəqəmlər cəmini tapın. Biz buradan n-i tapası olsaq, 2-ni vuracaq m-in kubuna, üstünə də gələcək 31-i. Düzdürmü? Mən n-in az olmağını istəyirəmsə, m-i də az götürməliyəm. Çox şagird burada m-ə 1 qoyur. Amma yanlışdır. Niyə? Elə bir ədəd götürməlisiniz ki, bu m-in kubu 31-i böyük olsun. 31-i aşsın, keçsin. Çünki bölən 31-dən, bölən qalıqdan böyük olmalıdır. M-ə verəcəm, ona görə də 4. Niyə? 4-ün kubu 64, 64, 31-i keçər. Müəllim, niyə 5 vermirsən? 5 də olar. Amma az qiymət istəyirəm. Ən az qiymət ver, amma ödəsin. 4 qiyməti verəcəm. 2 vuraq 64, üstə gələk 31.
Bu da eləyər 128 üstünə 31 gələndə 159 cavabını alar. Gəlin baxaq 30 nömrəsi. N ədədini böləndə 35-ə qismətdə m qalır. Qalıqda m kubu qalır. Qalıqda isə m-in kubu qalır. Deyir, n-in ən böyük qiymətini tapın. Burada rəqəmlər cəmi soruşur deyə bizdən uşaqlar. Bunun toplu yarısı neçə eləyəcək? 15 eləyəcək. Bəli. Burada deyir ki, n-in ən böyük qiymətini rəqəmlər cəmi. N-i tapmaq üçün 35-i m-ə vurub üstünə m kubu gəlinməliyik. İndi bizə çox qiymət istəyir. Bunun çox olması üçün bunları çox götürməliyəm. M-i elə çox götür ki, 35 m kubundan böyük olsun. M-i götürsəm 3. 3-ün kubu 27, 35 27-dən böyükdür. Amma 4 götürə bilmərəm. Çünki 64 edər. Bu da bundan böyük olmaz. M-i 3 götürək. M bərabərdir. 35 vurulsun 3 üstə gələk 3-ün kubu. Bu da eləyəcək 105 üstə gələk 27-dən cavabımız 132 olacaq. 31 nömrəli suala deyir ki, bu ədədləri 4-ə böldükdə qalıqda 3 salınırmış. Daha sonra deyir ki, A ilə B-nin cəmi bölünsün C ilə D-nin cəminin ən böyük qiymətini tapın. İndi biz belə bir şey eləyək. 4-ə böldükdə qalıqda 3 salınırsa, həqiqətən bunu tapmaq çox çətindir. Çünki 4-ə bölünmə əlaməti son 2 rəqəmə baxacaq. Heç biri də bizə verilməyibdir. O zaman biz misalda sonda soruşulana baxırıq. Deyir, bu cavabın ən çox olmağını istəyirəm. Ən çox olmağını istəyirəm. Ona görə də biz cavabımızın çox olması üçün kəsrimizin surətini buranı çox götürərəm. Buranı nə götürərəm? Az götürərəm. Ki cavabım çox olsun. Aşağını az nə qədər götürə bilərəm? Yuxarını çox nə qədər götürə bilərəm? Burada yuxarıda ən böyük 9 qiyməti verirəm ki, qoy yuxarı 18 olsun. Tamam da A-ya 9, B-yə 9 verdin, yaxşı elədin. Bu ədəd 9, 18 eləyər. Bu ədəd 99 oldu son 2 rəqəmi. Bunu 4-ə böləndə gör qalıq 3 qalır. Gəl yoxlayaq. 99-u 4-ə bölsəm, 2 dəfə 4-üm 8, 19, 4 dəfə 4-üm 16. Qalıq həqiqətən də 3 qalır. Vallah da ödədi. Demək ki, surətimiz 18 oldu, əla. Aşağıda da ən kiçik olması üçün birinə 0, birinə 1 verərəm. Niyə? Bu 0-ın üstünə 1 gələndə 1 olsun, az qiymət olsun. Amma bəs 0, 1 verəndə qalıq 3 qalmır axı. O zaman nə verəcəm? Aşağıya verərəm burada. Bir qiyməti buna, bir qiyməti də buna. Çox aparmaq istəmirəm, qiymətləri qaldırmaq istəmirəm. Qoy 2 olsun. Aşağı. 18-də 2-yə böləndə 9 olsun. Gəl görək ödəyirmi? Burada mən C-ya da 1, D-ya da 1 versəm, son 2 rəqəm 11 oldu. 11-i həqiqətən də 4-ə böləndə qalıq 3 qalır. Ödədi. Demək ki, ən böyük qiymətimiz 9 cavabı olacaq. 32 nömrəli sualda deyir ki, bu ədədləri 4-ə böləndə qalıqda 2 qalır. Yenə həmən tipdə bir sualdır. A ilə B-nin və C ilə D-nin ən çox olmağını istəyir. İndi biz yenə yuxarını çox götürmək istəyirik. Yenə 9 götürsək 18 edər. Çox olsun deyə. Amma bax, bunda 9, bunda 9 götürsək, 99-u axı 4-ə böləndə qalıq 2 qalmır. O zaman gəl belə eləyək. 90-ı 8 götürək. 9-la 8 verək. 98-i 4-ə bölsək. 1 dəfə 4, 2 dəfə 4-üm 8, 18-i 4-ə böləndə 4 dəfə 16, qalıq həqiqətən də 2 ödəyir. Demək 9 ilə 8-i toplasam surət 17 elədir. Və məxrəci nə götürüm? Məxrəci bu səfər 1 ilə 0 götürək. Niyə? Qoy 10 olsun. 10-u 4-ə böləndə qalıq nə qədər qalır? 2 qalırmı? Qalır. Demək 1 ilə 0-ın cəmi 1 edəcək. 17-ni də 1-ə böləndə 17. Cavabımız 17 olacaq, ən böyük qiymət. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.